Salam, bugünkü mövzumuz Azərbaycan tarixindən 44 günlük Vətən müharibəsi mövzusudur. Bilirik ki, 44 günlük Vətən müharibəsi 2020-ci ildə başlayıb. 2020-ci ilin 27 sentyabrından 10 noyabra qədər davam etmişdir. 44 gün davam etdiyi üçün bu müharibə Azərbaycan tarixşünaslığında 44 günlük Vətən müharibəsi adı altında tarixə düşmüşdür. 2020-ci ilin sentyabrın əvvəllərində Ermənistan qoşunları cəbhə xəttində fəallığının artması, döyüş hazırlığı tədbirləri görməsi, ermənilərin yeni müharibə, yeni ərazilər deməkdir kimi ifadələri artıq ermənilərin müharibə niyyətlərindən xəbər verirdi. Buna görə də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2020-ci ilin sentyabrında artıq beynəlxalq ictimaiyyəti ermənilərin bu planları ilə bağlı məlumat verdi. 2020-ci ilin sentyabrın 26-sından başlayaraq düşmən cəbhə xəttindəki mövqelərimizi, mülki yaşayış məntəqələrimizi atəşə tutdu. Buna cavab olaraq Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan ordusu sentyabr ayının 27-sində 6:00-da ordumuz əks hücuma keçdi. Ordumuzun əks hücum əməliyyatı Dəmir Yumruq əməliyyatı adlandırılırdı. Bunun nəticəsində 44 gün davam edəcək Vətən müharibəsi başladı. Ordumuz Dəmir Yumruq əməliyyatının ilk günlərindən uğurlar qazanmağa başladı. Cənub istiqamətində düşmənin cəbhə xətti yarılaraq Füzuli və Cəbrayıl rayonunun bir sıra yaşayış məntəqələri işğaldan azad edildi. Hansı ərazilərdir? Füzuli rayonunun Qaraxanbəyli, Qaravənd, Kənd Horadiz və Yuxarı Əbdürrəhmanlı kəndləri işğaldan azad edildi. Horadiz qəsəbəsi isə bilirik ki, 1994-cü ildə isə Horadiz qəsəbəsi işğaldan azad edilib. Cəbrayıl rayonunun Böyük Mərcanlı və Müzgər kəndləri də düşmən işğalından azad edildi. Ordumuz həm cənub istiqamətində, həm də şimal istiqamətində fəal hərbi əməliyyatlar aparırdı. Ordumuzun apardığı şimal istiqamətindəki uğurlu hərbi əməliyyat nəticəsində Ağdərə rayonunun bir sıra yüksəlişləri, həmçinin Kəlbəcərdə mühüm strateji əhəmiyyət kəsb edən Murovdağ zirvəsi də düşməndən azad edildi. Həmçinin 2020-ci ilin oktyabr 3-də Tərtərin Madagiz kəndi də düşmən işğalından azad edildi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə kəndin tarixi adı olan Suqovuşan adı bərpa edildi. 2020-ci ilin oktyabrın 3-də Suqovuşanın azad edilməsi nəticəsində Ağdərə ilə Ağdamı birləşdirən əsas təminat yolu tam şəkildə ordumuzun nəzarətinə keçdi. Ordumuzun 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhərini də işğaldan azad etdi. Cəbrayıl rayonunun mərkəzi və bir neçə kəndi işğaldan azad edildi. Cəbrayılın azad olunması ilə İranla sərhədlərimizin böyük hissəsində dövlət nəzarəti bərpa edildi. Həmçinin ordumuz uğurlu hücum əməliyyatlarını davam etdirərək Xocavəndin cənub kəndləri və Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün əlverişli imkan yaranmış oldu. Cəbrayıldan sonra ordumuzun qarşısında duran əsas tapşırıqlardan biri Qarabağın qapısı, Şuşanın açarı adlandırılan Hadrutu azad etməkdən ibarət idi. Hadrut necə adlandırılırdı? Şuşanın açarı adlandırırdı. Şuşanı azad etmək üçün ilk növbədə Hadrutu işğaldan azad etmək lazım idi. Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində 2020-ci ilin oktyabrın 9-da Hadrut da azad edildi. Hadrutun azad edilməsi nəticəsində artıq cəbhədə düşmənin müqavimət gücü sarsılmış oldu. Artıq bunun nəticəsində Şuşa istiqamətində hücumlara başlamaq üçün Azərbaycan ordusuna əlverişli şərait yaratdı. Ordumuz böyük mənəvi psixoloji üstünlük qazandı. Onun üçün Qarabağın üzüş qaşı olan Şuşa üzərinə hücum üçün əlverişli şərait yaradı. Qarabağın açarı hesab edilirdi. Hadrus ərazisi. Qarabağın üzüş qaşı olan ərazi isə hara hesab edilirdi? Şuşa ərazisi hesab edilirdi. Hadrutun azad edilməsində Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri mühüm rol oynadı. Artıq Hadrutun
azad edilməsindən sonra Azərbaycan ordusu tərəfindən bir sıra yaşayış məntəqələri də sürətli şəkildə işğaldan azad edilməyə başladı. Azərbaycan ordusu tərəfindən 2020-ci ilin oktyabr ayının 17-sində Füzuli rayonu işğaldan azad edildi. Füzulinin azad edilməsi həmçinin Qubadlı və Zəngilanın azad edilməsi üçün də əlverişli şərait yaratdı. Oktyabr ayının 18-də Xudafərin körpüsü düşmən işğalından azad edildi. Oktyabrın 20-sində Zəngilan azad edildi. Həmçinin 2020-ci ilin oktyabrın 22-sində Zəngilanın Ağbənd qəsəbəsi də düşmən işğalından azad edildi. Bunun nəticəsində İranla dövlət sərhədləri tam şəkildə Azərbaycan ordusunun nəzarətinə keçdi. 2020-ci ilin oktyabr ayının 25-də Qubadlı rayonu azad edildi. 2020-ci ilin noyabrın 5-də Daşaltı kəndi və ətrafındakı yüksəlişlər düşməndən azad edildi. 2020-ci ilin noyabrın 8-də Şuşa işğaldan azad edildi. 2020-ci ilin noyabrın 9-da Dövlət Bayrağı günündə 71 kənd, 1 qəsəbə və 8 strateji yüksəliş Azərbaycan ordusunun nəzarətinə keçdi. Şuşa və ətraf azad olunması düşmənin müqavimət gücünü tamamilə sarsıtdı və bunun nəticəsində düşmən Ermənistan Rusiyanın vasitəçiliyi ilə 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə Paşinyan üç tərəfli bəyanatı imzaladı. Bunun nəticəsində Azərbaycanın bir sıra əraziləri silah işlədilmədən dinc yolla işğaldan azad edildi. Hansı ərazilərdir? Ağdam idi, Kəlbəcər və Laçın rayonunun ərazisi idi. 2020-ci ilin noyabrın 20-sində Ağdam işğaldan azad edilmişdi. 2020-ci ilin noyabrın 25-də Kəlbəcər işğaldan azad edilmişdi. 2021-ci ilin dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilmişdi. Həmçinin üç tərəfli birgə bəyanata əsasən 2001-ci ilin yanvar ayından Ağdam ərazisində Rusiya-Türkiyə birgə monitorinq mərkəzi də fəaliyyətə başlamışdı. Və 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ordusu 2908 nəfər hərbiçimiz şəhid oldu. Müharibənin ilk günündə ermənilər Tərtər, Beyləqan, Ağdam, Cəbrayıl rayonlarının cəbhə xəttindəki kəndlərini, həmçinin cəbhə xəttindən uzaqda yerləşən bir sıra əraziləri də atəşə tutdu. Hansı ərazilərdir onlar? Gəncəydi, Mingəçeviridir, Bərdə şəhərləri raketli atəşə tutuldu. Bu zaman isə 94 nəfər mülki şəxs də həlak olmuş, yüzlərlə insan yaralanmışdı. Həmçinin fərdi yaşayış evləri də ermənilərin raket atəşi nəticəsində dağıdılmışdı. Azərbaycan ordusunun həyata keçirdiyi mühüm hərbi əməliyyatlardan biri də Qarabağ mürcüsü əməliyyatı idi. Qarabağ mürcüsü əməliyyatı ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında güclü müdafiə istehkamları yaratmışdılar. Düşmən nəzarətində olan ərazilərdə 4 eşalonlu müdafiə xətləri qurulmuşdu. Ərazi həmçinin relyef şəraiti də düşmənə əlverişli imkan yaradırdı. Bu isə canlı qüvvə etkisinin olacağını qaçılmaz edirdi. Bu amilləri nəzərə alan Azərbaycan ordusunun komandanlığı düşmən üçün Qarabağ mürcüsü adlandırılan bir əməliyyat planı hazırlamışdı. Bu plana əsasən Azərbaycan yalançı hədəf kimi bir sıra An-2 təyyarələrini havaya buraxdı. Bu təyyarələr yalançı hədəf kimi buraxılmışdı. Məqsəd izi azdırmaqdan ibarət idi. Bunu dəqiq döyüş təyyarələri hesab edən düşmən hədəfi atəşə tuturdu. Bu zaman isə Azərbaycan ordusu Türkiyə istehsalı Bayraktar TB2, İsrail istehsalı Harop və Azərbaycan istehsalı Zərbə adlı pilotsuz uçuş aparatlarından istifadə etdi. Və bunun nəticəsində düşmənin silah-sursat anbarlarını, hava hücumundan müdafiə sistemlərini aşkar edib, Azərbaycan ordusu onları tam şəkildə sıradan çıxartdı. Bu da Azərbaycan ordusu üçün üstünlüyə gətirib çıxartdı. Qarabağ mürcüsü əməliyyatı nəticəsində Qarabağ səmasında Azərbaycan şahinləri böyük üstünlük əldə etdilər. Motoatıcı birliklərimizin hücumu asanlaşdı. Azərbaycan ordusunun canlı qüvvə itkisi minimuma endirildi. Düşmən artıq ilk günlərdən Azərbaycan ordusu düşmənə qarşı bir sıra taktikalardan istifadə edirdi. Döyüşlərin ilk günləri hərbi əməliyyatlar şimal-qərb cəbhələrində Tərtər, Ağdam, Kəlbəcər istiqamətində keçirildi.
Oktyabrın 3-də biraz əvvəl də dedik, Madagiz yaşayış yeri azad edildi və oranın tarixi adı Suqovuşan bərpa edildi. Bu düşməni ordumuzun əsas hücum istiqamətindən yayındırmaq məqsədi daşıyırdı. Nəticədə düşmən əsas qüvvələrini cəbhənin bu xəttinə yönəltdi. Dəmir yumruq əməliyyatına əsasən ordumuz düşmənə əsas zərbəni oktyabrın 3-dən başlayaraq Cənub-Şərq cəbhəsində, Cənub-Şərq cəbhəsi hansı idi? Füzuli-Cəbrayıl istiqamətində endirməyə başladı. Bu döyüşlərdə Azərbaycan ordusunun bir sıra generalları mühüm rol oynamışdı. Xüsusi təyinatlı qüvvələrinin rəhbəri, komandanı Hikmət Mirzəyev, həmçinin ordumuzun generalı Mais Bərxidarov mühüm rol bu hərbi əməliyyatlara rəhbərlik etmişdi. Biraz əvvəl də dedi, işğaldan azad edilən ilk rayon mərkəzi Cəbrayıl olmuşdu. Oktyabrın 4-də Cəbrayıl rayonu düşmən işğalından azad edilmişdi. Həmçinin Azərbaycan düşmənin əks hücumunu da dəf etmişdi. Azərbaycan komandanlığı əks hücuma cəhd edən işğalçı ordunun Füzuli-Cəbrayıl istiqamətində mövqələrimizin içərilərinə doğru irəliləməsinə şərait yaratdı. Hadrutdan cənubda Arat çayı istiqamətində hərəkət edən erməni silahlı birləşmələrin əsas məqsədi qüvvələrimizi parçalamaq və qüvvələrimizi ayrı-ayrılıqda məğlub etməkdən ibarət idi. Cəbrayıldan şimala yönələn hərbi birləşmələrimiz Turan taktikasından istifadə edərək düşməni darmadağın etdi. Düşmənin böyük bir qruplaşmasını mühasirəyə aldı. Düşmən böyük itkilər verərək döyüş meydanından qaçmağa başladı. Bundan sonra Ermənistan ordusunda fərarilik də yaranmağa başladı. Azərbaycan ordusunun biraz əvvəl də dedik, ən mühüm hərbi əməliyyatlardan biri Hadrut əməliyyatı olub. Hadrut əməliyyatı 9 oktyabr 2020-ci ildə olub. 9 oktyabr 2020-ci ildə baş vermişdi. Hadrut Qarabağın Şuşanın açarı hesab edilirdi. Ordumuzun cənub cəbhəsində irəliləyərək Cəbrayıldan Hadrut istiqamətinə yönələrək 9 oktyabr 2020-ci ildə Hadrutu düşmən işğalından azad etdi. Cəbrayıl-Füzuli istiqamətindəki əməliyyatlar nəticəsində Ermənistan hərbi rəhbərliyini keçilməz sədd dediyi Ohanyan səddi, məğlub edilməz erməni ordusu mifi yox edildi. Ohanyan səddi dağıdıldı. Məğlub edilməz erməni ordusu adlandırılan erməni orduları darmadağın edildi. İşğalçı ordu mövqələrini qoyub qaçmağa başladı. Düşmən ordusunda idarəçilik etdi. Azərbaycan ordusunun ən mühüm hərbi əməliyyatlarından biri də Şuşa əməliyyatı idi. Azərbaycan ordusu Şuşa əməliyyatına 2020-ci ilin noyabrında başlamışdı. Noyabrın 5-də Daşaltı kəndi işğaldan azad edilmişdi. Noyabrın 8-də isə Şuşa şəhəri. Qubadlının azad edilməsindən sonra bilirik ki, Qubadlı da işğaldan azad edilib 2020-ci ilin oktyabrın 25-də. Azad edilməsindən sonra ordumuz Laçın istiqamətində hücum edərək Laçın-Şuşa yoluna nəzarəti ələ keçirmək planını həyata keçirməyə başladı. Bu isə ermənilərin təşvişinə səbəb oldu və ermənilər bunun nəticəsində Şuşa ətrafındakı bütün yerlərdə möhkəmlənməyə başladılar. Düşmən Azərbaycan ordusunun hücumunu dayandırmaq üçün Qırmızı Bazar istiqamətində əlavə qüvvə yeritdi. Əslində ordumuzun komandanlığı Laçın-Şuşa və Hadrut Qırmızı Bazar yolu istiqamətində düşmən qüvvələrini alladıcı döyüşlərə cəlb edərək buraya Şuşaya hücum təsviratı yaratdı. Artıq erməni ordusu fikirləşirdi ki, Azərbaycan Şuşa üzərinə iki istiqamətdə hücum edə bilər. Hansı istiqamətlərdir? Biri Laçın-Şuşa istiqaməti, digəri isə Hadrut Qırmızı Bazar istiqaməti idi. Şuşanı azad etmək üçün Azərbaycan ordusu iki istiqamətdən yolu vardı. Şuşaya əsas hücum isə Hadrut Qırmızı Bazar yolunun qərbindəki yolsuz dağlıq və meşəlik ərazilərdən başladı. Azərbaycan ordusu düşməni bir daha çaş-baş qoyaraq tam şəkildə başqa bir yoldan getdi. Hansı yoldan dedim, meşəlik, dağlıq, çətin keçilən yollardan Azərbaycan ordusu getdi. Noyabrın 5-də, 2020-ci ilin noyabrın 5-də Daşaltı əməliyyatı baş verdi. Daşaltı kəndi və ətrafındakı ərazilər düşmən işğalından azad edildi. Azərbaycan ordusunun da ilk əməliyyatı vaxtı ilə Daşaltı əməliyyatı olmuşdu. 1992-ci ilin yanvarında o hərbi əməliyyat uğursuzluqla nəticələnmişdi.
1992-ci ildə baş verən Daşaltı əməliyyatından fərqli olaraq 2020-ci ilin noyabrında baş verən Daşaltı əməliyyatı tam şəkildə Azərbaycan ordusunun uğuru ilə nəticələndi. Artıq noyabrın 6-sında Şuşa istiqamətində həlledici döyüşlər başladı. Azərbaycan ordusu Şuşanı azad etmək üçün yalnız yüngül atıcı silahlarla silahlanmış və sadəcə ermənilərdən bir neçə dəfə az olan xüsusi təyinatlı qüvvələrin hərbiçiləri sıldırım qayaları dırmanaraq Şuşaya daxil oldu. Noyabrın 7-sində Şuşa düşməndən tamamilə təmizləndi. Ohanyan isə şəhərdən qaçmaq məcburiyyətində qaldı. Noyabrın 8-də Şuşa tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi. Xüsusi təyinatlı qüvvələrin mayoru Gündüz Səfərlərinin tabeliyində olan bölmənin hərbiçiləri Azərbaycan bayrağını Şuşa şəhər icra hakimiyyətinin binası üzərinə sancdı. Gündüz Səfərlinin rəhbərliyi altında. Noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev radio və televiziya vasitəsilə Şəhidlər Xiyabanından Şuşanın azad olunması xəbərini xalqa çatdırdı. Bildirdi ki, Şuşa, sən azadsan. Və İlham Əliyev bu çıxışında bildirmişdi ki, mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim. Vətən müharibəsində Azərbaycan ordusunun bir sıra qəhrəmanları da olmuşdu. Bir sıra mühüm şəxslərin adlarını da deyəcək. Sözsüz ki, Vətən müharibəsində iştirak edən minlərlə Azərbaycanın cəsur hərbçisi qəhrəmanı olub. Sadəcə biz bəzilərinin adlarını qeyd. Hikmət Mirzəyev və Mais Bərxidarov 44 günlük Vətən müharibəsində iştirak edən Azərbaycan ordusunun generallarından olmuşdular. Hikmət Mirzəyev və Mais Bərxidarov Cəbrayıl Füzuli istiqamətində bir neçə hərbi əməliyyatlara rəhbərlik etmişdilər. Gündüz Səfərli Şuşa şəhəri icra hakimiyyəti üzərinə qələbə bayrağını sancmışdı. Zahir Məmmədov isə Şuşa şəhəri işğaldan azad edildikdən sonra Şuşanın ilk komendantı təyin edilmişdi. Azərbaycan ordusunun uğurlar qazanması, Şuşa şəhərini və ətraf əraziləri işğaldan azad etməsi erməniləri ciddi şəkildə təşvişə saldı. Azərbaycan ordusu Şuşadan sonra artıq noyabrın 9-da daha 71 kənd, bir qəsəbə və 8 strateji yüksəklikdə işğaldan azad etdi. Artıq bu düşməndə qorxu və vahimə hissi yaratdı. Bu düşmənin müqavimət gücünü tamamilə sarsıtdı. Ordumuzun artıq həlledici hücumunu, həlledici üstünlüyünü təmin etdi. Artıq növbəti istiqamət Xankəndi idi. Qarabağdakı qondarma rejimin rəhbər vəzifələri şəxsləri, demək olar ki, Dağlıq Qarabağda Xankəndində yaşayan bütün sakinlər Xankəndini tərk etməyə başladı. Ermənistan rəhbərliyi Rusiyaya müraciət edərək, Rusiyanın vasitəçiliyi ilə məğlubiyyəti qəbul edərək, kapitulyasiya aktını imzalamağa məcbur oldu. Və Rusiyanın vasitəsiliyi ilə 2020-ci ilin noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərlə üç tərəfli birgə bəyanatı imzaladı və ermənilər məğlubiyyəti etiraf etdi. 2020-ci ilin 10 noyabr üç tərəfli birgə bəyanatının məzmunu nədən ibarətdir? 2020-ci ilin 10 noyabr tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan olunurdu. Dağlıq Qarabağ təmas xəttində və Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingenti yerləşdirilirdi. Həmçinin Rusiya sülhməramlı kontingenti bura necə yerləşdirildi? Erməni hərbi hissələri bu ərazilərdən Azərbaycan torpaqlarına çıxarılır, əvəzində Rusiya sülhməramlı qüvvələri yerləşdirilirdi. Rusiya sülhməramlı qüvvələrinin burada qalma müddəti 5 ildən ibarət olmalı idi. Atəşkəs nəzarət üzrə sülhməramlı mərkəz yaradılırdı və üç tərəfli bəyanata əsasən biraz əvvəl də dedik, 2021-ci ilin yanvar ayında Ağdamda Türkiyə-Rusiya birgə monitorinq mərkəzi fəaliyyətə başlamışdı. Üç tərəfli bəyanata əsasən ermənilər bildirirdi ki, 15 noyabrda Kəlbəcəri, 20 noyabr tarixində Ağdamı, həmçinin 1 dekabr 2020-ci il tarixinə əsasən Laçın rayonunu Azərbaycana geri qaytaracaqdılar. Lakin Kəlbəcər rayonunun qaytarılması hava şəraiti ilə əlaqədar 10 gün gecikdirildi. Ermənistan ordusu buna görə Azərbaycan ordusundan Azərbaycan rəhbərliyindən xahiş elədi. Həmçinin daxili məcburi köçkünlər və qaçqınlar
Dağlıq Qarabağ və ətraf rayonlarda BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarətinə geri qayıdırdılar. Hərbi əsirlər və başqa şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilməlidir. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri üç tərəfli bəyanata əsasən bərpa edilməlidir. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusunun qələbəsinin səbəbləri nələrdir? Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi dövründə qələbəsinin bir sıra daxili və xarici səbəbləri vardır. Bunlar hansılardır? İndi birlikdə baxaq. Birinci Qarabağ müharibəsindən fərqli olaraq Azərbaycan iqtisadiyyatı, ölkə iqtisadiyyatı sürətli inkişaf etmişdir. Ölkəmiz demək olar ki, bütün göstəricilər üzrə Ermənistanı geridə qoymuşdur. Həmçinin aparılan uğurlu xarici siyasət nəticəsində dost və müttəfiq ölkələrin sayı artmışdır. Birinci Qarabağ müharibəsindən fərqli olaraq. İkinci Qarabağ müharibəsi dövründə bir sıra ölkələr Azərbaycanın haqlı tərəfini, mövqeyini müdafiə etmişdilər. Hansı ölkələrdir? Bu ölkələr bilirik ki, sözsüz ki, ilk növbədə qardaş Türkiyə Azərbaycanı müdafiə edən ən əsas ölkələrdən biri idi. Həmçinin Azərbaycanı təmənnasız müdafiə edən ölkələrdən biri Pakistanıdır, Şimali Kipr Türk Respublikası idi, Ukrayna idi, Əfqanistanı idi, İsrail idi. Azərbaycanın haqq tərəfini müdafiə edən ölkələrdir. Azərbaycan ordusunun noyabr ayının 3-dən sonra isə Azərbaycan ordusunun bir sıra qələbələrindən sonra torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdikdən sonra İranda Azərbaycanın haqq mövqeyini müdafiə edən ölkələrdən biri olmuşdur. Həmçinin Azərbaycanın mövqeyini Qoşulmama hərəkatı ölkələri də müdafiə etmişdir. Birləşmiş Millətlər Təşkilatının Azərbaycan əleyhinə bəyanat qəbul, qətnamə qəbul etməsinin qarşısını almışdır. Bu 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusunun əsas qələbəsinin səbəblərindən biri də Ali Başkomandan ordu xalq birliyinin olmasından ibarətdir. Həmçinin informasiya müharibəsində Ermənistanın məğlub edilməsi ilə bağlıdır. Bu 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının prezidenti dünyanın 30-a yaxın mətubatına, televiziyasına Azərbaycanın haqlı tərəf olduğunu bildirmiş, Azərbaycan həqiqətlərin dünyaya çatdırmışdır. Bunun nəticəsində Azərbaycanın bu xarici siyasəti nəticəsində Azərbaycan həqiqətləri dünyaya çatdırılmışdır. Ölkədə güclü hakimiyyət və vahid komandanlığın olması ilə bağlıdır. 2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra əsas məqsədlərindən biri də Qarabağ probleminin həll edilməsidir. Bunun nəticəsində Azərbaycan sülhün tərəfdarı olmaqla yanaşı daimi yeni silahlardan istifadə edir. Azərbaycanın hərbi müdafiə sistemi günü-gündən yaxşılaşdırılırdı. Həmçinin Azərbaycan ordusunun müharibədəki qələbəsinin səbəblərindən biri də düzgün taktika və strategiyanın seçilməsindən ibarətdir. Bunlar Azərbaycan ordusunun qələbə qazanmasına gətirib çıxartdı. Vətən müharibəsinin yekunları ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən bir sıra fərman və sərəncamlar da verilmişdir. 2020-ci ildə İlham Əliyevin imzaladığı fərman və sərəncam əsasında 3 dekabr 2020-ci ildə qərara alındı ki, 8 noyabr Zəfər günü kimi qeyd edilsin, həmçinin 27 sentyabrda anım günü təsis edilməsi haqqında sərəncam verdi. Həmçinin Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması qərara alındı və 2020-ci ildə bunların yaradılması haqqında fərman verilmişdi. 2024-cü ildə Zəfər Parkının açılışı olmuşdu. 2020-ci ilin 4 dekabrında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ölkəmizdə hər yerdə bir dəqiqəlik sükutla yad edilmişdi. 2020-ci ilin dekabrın 8-də Qarabağ müharibəsində iştirak edən şəhid və qazi ailələrinə kömək məqsədi ilə Yaşad fondu yaradılmışdı. 9 dekabrda döyüşlərdə iştirak etmiş hərbiçilərimiz müxtəlif orden və medallarla təltif edilmişdilər. İkinci Qarabağ müharibəsi dövründə verilən ən mühüm orden Vətən müharibəsi qəhrəmanı adıdır. Həmçinin hər bir rayonun azad edilməsinə görə də döyüşçülərə müxtəlif orden və medallar vermişdir. Cəbrayılın azad olunmasına görə medalla, Füzulinin işğaldan azad olunmasına görə medalla, Hadrutun işğaldan azad edilməsinə görə medalla,
Qubadlının, Zəngilanın, Ağdamın, Laçının, Kəlbəcərin işğaldan azad edilməsinə görə medalla təltif edilmişdi bir sıra döyüşçülərimiz. 10 dekabrda Bakıda Zəfər paradı keçirilmişdi. 2021-ci ilin yanvarında Qarabağ Dirçəliş Fondu yaradıldı. Bu fondun yaradılmasında da məqsəd Qarabağın dirçəlməsinə, inkişafına töhfə verməkdən ibarət idi. 2021-ci ilin aprelində Bakıda Hərbi Qənimətlər Parkı açıldı. 2021-ci ilin mayında isə Bakı metro stansiyasının 8 noyabr Bakıda 8 noyabr metro stansiyası da istifadəyə verildi. Biraz əvvəl də dedi, 2020-ci ilin 10 dekabrında Bakıda Zəfər paradı keçirmişdi. Zəfər paradında məqsəd nə idi? Ordumuzun şəxsiyyət və hərbi texnikası, düşməndən əldə edilən hərbi qənimətlərin bir hissəsi nümayiş olundu. Paradda həmçinin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğan da iştirak edirdi. Zəfər paradında qələbə bayrağını meydana Şuşa şəhərinin ilk komendatı olan Zaur Məmmədov qələbə bayrağını hərbi parada gətirmişdi. 2021-ci ilin 27 sentyabrında Bakıda anım günü keçirilmişdi. Bu yürüyüşdə Azərbaycan ordusunun 3000-ə qədər hərbisi iştirak etmişdi. Həmçinin Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva da bu hərbi 27 sentyabr anım günündə iştirak etmişdilər. Bu dərsimizlə bağlı bu qədər.